Səni yaradan Allah, sənə yoxluqdan varlıq verən, sənə həyat verən, göz verən və işıq verən, sənə əvəzsiz neymətlər verən, Allahın verdiyin əvəzi yoxdur, sənin gözünün əvəzi yoxdur, nə də barmağımın əvəzi yoxdur. Sənin barmağın qırılsa, ən müasir texnologiyalı, ən müasir və ən pik və ən son dünyanın hansı yerinə getsən, ola bilər ora nəsə yapışdıracaqlar. O barmağın hansısa bir hissəsini. Amma sənə Allah verən barmaq olmayacaq. Onda o hisslər olmayacaq, o hüceyrələr olmayacaq. Diş qoyurlar. Allah razı olsun həkimlərdən. Amma o diş Allahın verdiyi diş deyil, o dad bilmir, o ləzzət bilmir. Sadəcə olaraq çiyniyir, doğruyur və ötürür boğazdan məlum olan orqanlara və orada həzm prosesi başlayır. Amma Allah Subhanahu verdiyi diş, o dad bilir, o zövq bilir, isti bilir, soyuq bilir. Neymət deyil, nədir bəs? Ona görə Allahın verdiyi hər bir neymət əvəzsizdir. Yoxdur əvəzi. Saçının tükündən tutmuş, dırnaqlarının uzuna kimi. Ona görə məsələn, görsən insanlar başlarına tükəşdirir. Orijinal saçla tükəşdirən saçı bilinir. Baxanda bilirsən. Çünki Rəbbimin verdiyin əvəz eləyən heç nə olmayacaq. Rəbbimin verdiyin əvəzin heç nə verməyəcək. Heç olmasa şükür eləmirsən. Heç ağlığa gəlib ki, gözə görə şükür eləmək lazımdır. Bizim gözümüz, adam fikirləşəndə bizim gözümüzü yumuruq və açırıq və qarşımızda olan bütün əşyalar və insanlar öz rəngi ilə görsənir. Aydındır, sən bir şeyi qırmızı, mən bir şeyi sarı görmürəm. Deyirik, bu qırmızıdır, hamı deyir ki, qırmızı, o sarıdır, sarıdır. O hansısa bir, orada gözdə olan bir hüceyrə ilə bilinir o. Allah Subhanahu qaşımızı yaradıb. Tər gələndə insandan, qaş olmasa gözünə düşər o duzlu su. Ona gəlir qaşa və qaşdan. Hələ belə yaratmayıb Allah sənə. Mən danışmıram hələ dil, qulaq, aydındır. Ayaqlar, əllər, barmaqlar və hər barmağın öz. Adam məsələn 5 dənə barmağı var, biri olmayanda öyle bir şey, böyük bir dənə şey yoxdur. Adam bəzən bir qolunu əzilir və ya çıxır, gips eləyirlər. O funksiya hansısa bir şeyi yerinə yetirmək üçün sənə bir qolun əvəzə bir də adam lazım olur. Sən yandı. Görsən nə qədər böyük neymətdir. Heç fikirləşmirsən, və edimsən Allahım sən həmd olsun. Sən mənə böyük neymətlər vermişsən. Yox, bizdə belə deyil. Baxırıq, o cip sürdü, o villada qaldı. Ona baxma. O Allah sevdiyinə də verər, sevmədiyinə də. Bax imana, bax qəlbi yaşadan zikrə, şükrə. Gör, nə insanın qəlbini yaşadır? Ona meyl et. Mən, dünya və onun içindəkiləri insanın qəlbini yaşadır. Bəzən öldürür, bəzən günahların səbəbi də elə dünya malı və s. Və qardaşlar, ən gözəl neymət Allahı tanımaq, ona ibadət eləmək və ona zikirdə və şükürdə və gözəl ibadətdə davamlı olmaqdır. Ona görə çalış, dünya həyatını qənimət bil, ondan istifadə elə. Yoxsa yevmə ya'uddu zalimu alə yədək, o gün zalim barmaqlarını dişləyəcək. Yəqulu, ya leytən ittəxəztu mə'ər rəsulü səbilə. Vay olsun mənə, kaş ki mən Peyğəmbərin yoluna gedərdim. Ya veylətə, leytəni ləm ətəxiz fulənən xalilə. Vay olsun mənə, kaş ki mən filan kəs özümə dost seçməzdim. Ləqad adalləni ani zikri bədə izcəəni. Mənə Allahdan xatırlanma gələndən sonra o dost mənə azdırdı. İnnə şeytanə kənə insəni xazulə. Həqiqətən şeytan insana tor quran və tələ qurandır. Ona görə barmaqlarını dişləməmişdən qabaq iman neymətin dad.